Sosial şəbəkələrdə tanınmış meyxanaçı Rəşad Əmirovun azadlığa çıxması ilə bağlı məlumat yayılıb. Meyxanaçının yaxınları bildiriblər ki, həmin görüntülər bir neçə il öncə meyxanaçı azadlıqda olanda çəkilib. Yayılan məlumat həqiqəti əks etdirmir. Rəşad Əmirov hazırda penitensiar xidmətin 11 saylı cəza çəkmə müəssisəsindədir. Qeyd edək ki, o 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehdiyev ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Əmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il 6 ay azadlıqdan məhrum edilib. Son dövrlər sosial şəbəkələrdə, messengerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, bonus, lotereya, mükafat qazandığınız kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. Bu haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS ilə göndərilən bir dəfəlik şifrəni tələb etmir. Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər. Məlumatda vurğulanıb. Qeyd edilib ki, şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi, hesabınız dondurulub və ya kartınız bloklanıb kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 zəng mərkəzinə və banka məlumat verin.